Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Qarşıdan İslam dünyasının ən gözəl bayramlarından biri olan Qədirxum bayramı gəlir. Bu münasibətlə hər birinizi inşallah təbrik edirəm. Allah bizləri dünya və axirət Əli ibn Əbi Talibin vilayətindən ayrı salmasın. İstərdim Qədirxum barəsində, daha doğrusu Qədirxumun ümumi bəşər dəyər olaraq təqdim olunmasından danışam. Bildiyimiz kimi insanlar müxtəlif dəyərlər, meyarlar əsasında bir yerə toplaşırlar. Yəni hər bir cəmiyyətin arxasında cəmiyyət olaraq bir araya gətirən müəyyən qüvvələr, amillər dayanır. Sosiologiya və tarix elmlərində bu mövzu ətrafında çoxsaylı fikirlər səslənməkdədir, səslənib. Məsələn, insanları, toplumları hansı dəyərlər bir araya gətirir? Nə səbəb olur ki, cəmiyyətlər bir arada olur? Mən istərdim qısa olaraq bunlara bir nəzər salaq. Təbii olaraq birinci amil bu demək deyil ki, birincidir və bundan başqalar ikincidir. Sadəcə ümumi olaraq birinci amil olaraq milli və ya etnik birlikləri deyiblər. Yəni insanları bir araya gətirən müxtəlif qəbilə, qan, etnik və milli qruplaşma olub. Məsələn, filan millət bir araya gəlib, filan tayfa bir araya gəlib. Keçmişdə bildiyiniz kimi insanlar tayfalar əsasında yaşayırdı. Yəni bu tayfanı bir araya gətirən əsas qan qohumluğu olmuşdu. Milli, etnik qruplaşma olmuşdu. Bu da təbii olaraq öz çərçivəsində edə bilir insanları, millətləri bir araya gətirsin. Amma biz bu məsələyə geniş baxdıqda görürük ki, milli birlik başqa bir milli birliklə qarşı-qarşıya gəlir. Yəni bir tayfa başqa bir tayfanı öz ətrafından uzaqlaşdırır. Və edə bilməz bu milli birlik, yəni tayfa bir ümumbəşər olsun. Çünki ümumbəşər, yəni müxtəlif millətlərin toplaşdığı bir yer. Bir halda ki, müxtəlif millətlər var, yalnız milli, yəni etnik qruplaşma edə bilməz ümumbəşər bir dəyər kimi formalaşsın. İkinci mühüm amillərdən biri heç şübhəsiz dil amilidir. Biz görürük ki, insanlar həmişə öz dilində danışan insanların ətrafında olmaq istəyir. Başqa dildə danışanlardan uzaqlaşır və yaxud onlarla ünsiyyət qura bilmir, onlarla danışa bilmir. Dil amili, milli amil kimi insanları bir araya gətirən gücə sahibdir. Amma dil amili də bəzən görürük ki, ümumbəşər ola bilməz. Nə çox eyni dildə insanlar eyni dili bölüşürlər, amma ürəkləri, fikirləri, düşüncələri eyni deyil. Eyni zamanda bunun da coğrafiyası, bunun da hüdudları yalnız müəyyən bir dili bölüşənlər üçün keçərlidir. Üçüncü amil olaraq deyə bilərik ki, coğrafiya, yəni müəyyən bir məkanda yaşamaq insanların birliyinə səbəb olur. Çünki görürük ki, müəyyən bir yerdə yaşamaq istər-istəməz ortaq iqtisadi, təhlükəsizlik maraqları formalaşdırır insanlar ətrafında. Amma coğrafi yanaşma tam olaraq edə bilməz bütün insanlar, bütün bəşəriyyət arasında birlik yaratsın. Niyə? Çünki coğrafi məkanın insanlara ideya, məqsəd vermək gücündə deyil. Bu barədə biz müxtəlif amillərdən danışa bilərik. Amma daha çox müzakirə olunan bunlar idi. Quranın ümumi yanaşması istər dil olsun, istər milli olsun, istər coğrafi yanaşması olsun. Budur ki, bunlar nə müsbətdir, nə mənfi. Yəni, sadəcə müəyyən bir toplum, müəyyən bir coğrafiyada qalması, müəyyən bir dilə sahib olmağı, müəyyən bir millətə sahib olmağı ilahi nişanı olaraq təqdim olunur. Və mübarək Hucurat surəsində buyurur ki, Allah bunu bilərəkdən bu formada edib ki, insanlar arasında ünsiyyət olunsun, onlar bir-birlərini tanısınlar. Demək, bu xilqətin bir prinsipidir. Amma sual budur ki, İslam
insanlar arasında tam olaraq birlik yarada biləcək məsələni nə kimi təqdim etmişdi? Yəni İslamın hansı dəyəri, hansı meyarı bütün bəşəriyyəti, bütün insanları bir araya gətirə biləcək ictimai gücə sahibdir? Deyə bilərsiniz ki, Allaha inan, Kəbə, Peyğəmbər, Quran bunlar yetərli deyilmi? Cavab olaraq bəli, bunlar yetərlidir. Amma biz ümumi olaraq ictimai yöndən danışırıq. Bunlar hamısı öz yerində insanlar arasında vəhdət, birlik yaradan məsələlərdir. Amma təbii olaraq əgər bunlar insanlar arasında birlik, vəhdət olsaydı, yəni tam olaraq yarada bilsəydilər, indiyə qədər yarada bilərdilər. Bəs İslam bu barədə nəyi təqdim etmişdi və Qur'an-ı Kərim bu məsələdə yanaşması nədir? Biz İslam məarifinə baxanda görürük ki, bu barədə İslamın yanaşması Qədirxum məsələsidir. Çünki Qədirxum barəsində nazil olan ayələr, Allah Rəsulunun buyurduğu, imamların müqəddəs kəlamları Qədirxumu beynəlxalq, bütün insanlar, bütün millətlər arasında formalaşa biləcək birlik və vəhdətin rəmzidir. Hətta mən tarixi cəhətdən bir məsələyə də işarə etmək istəyirəm. Osmanlı xilafəti dağıldığı ərəfələrdə artıq xaricilər qərb tərəfindən ki, Osmanlı xilafəti dağılmışdı, bərpası mümkün deyildi. Bu dönəmdə Əl-Qədir kitabının müəllifi Əllamə Əmini bütün İslam ümmətini düşünərək Əl-Qədir kitabını yazdı. Elə düşünməyin ki, Əl-Qədir məzhəb təəssübkeşliyindən yaranan bir kitabdır. Əl-Qədir yalnız müəyyən, məsələn, inancı difa edir. Xeyr, Əllamə Əmini buyurur ki, Əl-Qədir, yəni Qədirxum, Əli ibn Əbi Talibin vilayəti, yəni bütün İslam ölkəsini, bütün müsəlmanları və eyni zamanda bütün milləti ilahi dəyər əsasında öz çətirinin altına, öz qanadlarının altına alan ilahi bir dəyərdir. Və mübarək Maidə surəsinin 3-cü ayəsində Allah Teala bütün hökmləri bəyan edəndən sonra, yəni bütün etiqadi, əhkamı məsələlər açıqlanmışdı Qədirxum günündə. Məkkədə etiqadi prinsiplər, Mədinədə əhkamı prinsiplər açıqlanmışdı. Amma bütün bunlardan sonra Allah Teala buyurur ki, Əl-yevmə əkməltu ləkum dinukum. Mən bugün sizin üçün dini nə etdim? Kamil etdim. Və ətməmtu aleykum ni'məti. Və ni'mətimi sizin üçün tamamladım. Və razitu ləkumul İslamə dinən. Və İslamı sizin üçün din olaraq seçdim. Demək, İslam, bəli, etiqaddır, əhkamdır. Amma bütün bunları cəmləsək, bunlar arasında birlik və vəhdəti yaradan nədir? Qədirxum. Qədirxum nədir bəs? Əli ibn Əbi Talibin Peyğəmbərdən sonra bu ümmətə rəhbər olaraq seçilməsi, Əli ibn Əbi Talibin rəhbər olması. Allah'ın verək öz izzətinə, öz cəlalına bizi dünya və axirət Əli ibn Əbi Talibin vilayətindən ayrı salmasın inşallah. Əssalamu aleykum və rəhmətullah.